Bu yeməyi hər kəs bir cür bişirir və hər kəs də öz bişirdiyini doğru sanır. Bəli, bu qazan kotletidir. Mən bu dəfə əsl kitabda necə yazılıbsa o cür hazırlayacağım. Kotletləri qızartmadan. Əti qəşəng yoğururuq. Ətə nələr vururamsa videonun alt bölümündə qeyd edəcəm. Kotletlər tuturuq. Daha sonra kərə yağı əlavə edirik tavaya. Kotletləri üzərindən yerləşdiririk yağın. Birinci qat kotlet olur, ikinci qat kartof olur. Kartof da beləncəsinə sloy-sloy doğramaq lazımdır. Soğan, biber, pomidor, biraz duz vururuq və salam. Və üzərinə biraz sarı köklü qaynar su əlavə edirik. Vamxotda 35 dəqiqə bişiririk. Yemək bişənə qədər qızlar sizə istədim ki, məlumatlandırım. Biz Susuruq Qiymətlər Danışır kampaniyası Tam Store'da davam edir. 25 iyun, 1 iyul tarixlərində super endirimlər var. İnanın ki, çox az büdcə ilə belə möhtəşəm bir bazarlıq edib çıxacaqsınız Tam Store'dan. Onsuz da evə hər gün hər birimiz qidalar və qeyri-qidalar alırıq. Bunu da məhz Tam Store bizim üçün yaradıb ki, hər həftə demək olar ki, möhtəşəm kampaniyalar var. Ona görə yararlanın, gedin Tam Store marketlər şəbəkəsindən möhtəşəm kampaniyadan istifadə eləyin, büdcənizə qənaət eləyin. Qazan kotleti 30-35 dəqiqə hazır olacaq. Hazır olandan sonra da üzərinə göyərti əlavə edirsiniz və salam. O qədər dadlıdır ki, o qədər ləzzətlidir ki, bilmirəm yağa düşüb deyə, mən suyunu az vururamı deyə, çox dadlıdır. Mən hər iki üsulu sevirəm, amma ən çox qızartmanı sevirəm, amma qanun qayda ilə qazan kotleti bu şəkildə bişirilməlidir. Çox yerdə düyü də vururlar, mən onu sevmirəm. Siz necə bişirirsiniz? Yazın şərhlərdə.